Salam, hörmətli müəllimlər. Bugünkü dərsimiz kimya fənninə həsr olunur. Biz bugün kimyadan Elmar İmanovun təqdimatında kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlıq mövzularına dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam, Elmar müəllim. Salam. Elmar müəllim, niyə kimyada məhz bu mövzu ilə başlayırıq? Təşəkkür edirəm sualınız üçün. Deməli, kimyada bəzi mövzular var ki, o mövzular kimyada çətin mənimsənilən və ona aid tapşırıqlar, test nümunələri nisbətən daha çətin gəlir müəllimlərə. İstəyir müəllimləri olsun, istəyir şagirdləri olsun. O mövzulardan biri də kimyəvi reaksiyanın sürəti və kimyəvi tarazlıqdır. Məhz buna görə biz çalışdıq ki, müəllimlərə faydalı ola biləcək nisbətən çətin mövzuların sualları ilə müəllimləri tanış edək. Təşəkkür edirəm informasiya üçün. Buyurun, o zaman test tapşırıqlarının izahına keçək. Deməli, ilk öncə kimyəvi reaksiyaların sürəti ilə bağlı burada gördüyünüz bir test nümunəsi ilə sizi tanış eləyəcəm. 3 müxtəlif qabda deməli karbon monoksid və oksigen qazları verilib. Birinci qabda gördüyünüz kimi 2 mol karbon monoksid, 3 mol oksigen. İkinci qabda da eyni mol miqdarda verilib. Deməli, birinci qabdan ikinci qaba keçəndə maddələrin mol sayı dəyişməyibdir. Amma üçüncü qabda karbon monoksidin mol sayı 2 dəfə artıb, yenə də oksigenin mol sayı sabit qalıbdır. Temperaturlarına gələndə birinci qabda reaksiyanın temperaturu 120 dərəcə, ikinci qabda 140 dərəcə və üçüncü qabda isə yenidən 120 dərəcə olubdur. Birinci qabda reaksiyanın sürəti 0,2 mol bölünsün, litr vurulsun saniyə. Bizdən ikinci və üçüncü qablarda olan reaksiyanın sürətini tapılmağı soruşulur. Deməli, biz əvvəlcə birinci qabla ikinci qabı müqayisə eləyəcəyik və burada A-nı tapmaq bizdən tələb olunur. Biz bunun üçün belə bir, deməli, birinci və ikinci hallara əsasən A-nı necə hesablaya bilərik? Mən əvvəl də vurğuladım ki, deməli, birinci qabdan ikinci qaba keçəndə maddələrin mol sayında heç bir dəyişiklik olmadığına görə biz sadəcə temperatur dəyişməsinə görə biz kimyəvi reaksiyanın sürətini hesablayacağıq. Orta məktəbdən də bizə Van Hoff deyilən bir düstur var, temperaturun, reaksiyanın sürətinin temperaturdan asılılığı və bu asılılığa əsasən biz kimyəvi reaksiyanın sürətini hesablayırıq. Yəni, burada biz VT2-ni tapacağıq. VT2-ni də biz A ilə ifadə eləmişik. Və düsturdan da gördüyümüz kimi biz orada reaksiyanın sürətini 0,8 mol bölünsün, litr vurulsun saniyə tapırıq. Ondan sonra birinci və üçüncü qabları biz müqayisə edirik. Deməli, birinci və üçüncü qabları müqayisə eləyəndə bu səfər temperaturlar sabit qalıb, amma karbon monoksidin mol sayı 2 dəfə artıb. Yəni, biz burada qatılığı 2 dəfə artırılıb kimi düşünüb, məsələni bu yöndə həll eləyəcəyik. Bunun üçün karbon dioksidin əmələ gəlmə reaksiyasının kinetik tənliyini yazırıq. Karbon monoksid üstəgəlsin oksigen alınıb karbon dioksid. Burada V bərabərdir, K vurulsun, CO-nun qatılığı vurulsun oksigenin qatılığı düsturunu tətbiq eləyirik. CO-nun qatılığı 2 dəfə artıbdır. CO-nun da əmsalı 2 olduğuna görə və oksigenin də qatılığı dəyişmədiyinə görə biz sadəcə CO üzərindən reaksiyanın sürətinin 4 dəfə artdığını hesablayırıq. Başlanğıcda da reaksiyanın sürəti 0,2 olduğuna görə 0,2-ni də 0,4-ə vuranda B-nin qiymətini tapmış oluruq. Bu deyiləyir 0,8. Deməli, bizdən tələb olunan A və B-nin nisbətini hesablamaq idi. Biz tapdıq ki, hər ikisi 0,8 olduğuna görə cavabımız 1 bölünsün 1 olmuş olacaq. Kimyəvi reaksiyaların sürəti kimyəvi tarazlığa aid belə bir maraqlı bir testimiz var, tapşırığımız var. Deməli, şüşə qab içərisində qaz halında olan iki fərqli rəngli maddə arasında A plus B alınıb C tarazlıq reaksiyası verilibdir.
Başlanğıcda şüşədə yalnız A və B qazları olur və bu qazların rəngi tünd yaşıl kimi görünür. Zaman keçdikcə C maddəsinin yaranması ilə rəng maviyə boyanır və müəyyən müddət sonra bu rəng sabit qalır. Buna əsasən doğru ifadələri soruşur bizdən. Deməli, birinci halda rəng dəyişməsinin sabit qalması sistemin tarazlığa çatdığını göstərir. Bəli, deməli, biz bilirik ki, kimyəvi tarazlıqda reaksiya başlayır, müəyyən müddət gedir, ondan sonra kimyəvi tarazlıq yaranır. Yəni, rəng dəyişməsi artıq sabit qalıbsa, onda kimyəvi tarazlığın yarandığını bu ifadə edir. Ona görə də birinci ifadənin doğru olduğunu ifadə edirik. İkincisi, tarazlıq anında düzünə reaksiyanın sürəti əksinə reaksiyanın sürətindən böyük olur. Yəni, biz bilirik ki, kimyəvi tarazlıq anında düzünə reaksiyanın sürəti əksinə reaksiyanın sürətinə bərabər olduğu üçün ona görə də bu ifadə doğru ifadə olmayacaq. Üçüncü ifadədə, əgər şüşəyə A qazı əlavə edilsə, müəyyən müddət sonra qabda rəng daha mavi olar. Biz bilirik ki, kimyəvi tarazlığa qatılığın təsirində başlanğıc maddənin qatılığını artıranda tarazlıq məhsul istiqamətinə yerini dəyişir. Deməli, sistemə A maddəsi əlavə edəndə tarazlıq sağa tərəf, yəni C maddəsinin alınması istiqamətində getdiyinə görə və C maddəsinin də rəngi mavi olduğuna görə bu ifadəni biz düzgün qəbul edəcəyik. Dördüncü ifadədə şüşə qabı qızdırdıqda rəng tünd yaşıl olursa, bu reaksiyanın endotermik olduğunu göstərir. Temperaturu artıranda tarazlıq deməli sola tərəf yerini dəyişib. Yaşıl rəngə doğru deyirsə, deməli tarazlıq sola tərəf yerini dəyişib. Amma biz bilirik ki, bu reaksiya birləşmə reaksiyasıdır və eksotermik reaksiya olduğuna görə onda bu ifadə doğru olmayacaq. Beşinci ifadə, maddələrin tarazlıq qatılıqları 0,2, 0,3 və 1,2 mol bölünsün litr olarsa, tarazlıq sabitinin qiyməti 20 olar. Bəli, bu verilənləri biz düsturda yerinə qoysaq, 1,2-ni bölsək, 0,2 vurulsun 0,3-ə cavab 20 alınacaq. Ona görə bu ifadə də doğru olur. Və tarazlıq sabiti sistemin temperaturu dəyişikliklə dəyişməz qalır. Biz bilirik ki, tarazlıq sabitinin qiymətinə temperatur və maddələrin qatılığı təsir eləyir deyə bu ifadə doğru olmayacaq. Ona görə də bizim düzgün cavabımız 1, 3 və 5 olmuş olacaq. Növbəti belə bir kimyəvi tarazlığın hesablanması ilə bağlı belə bir məsələmiz var. 1 litrlik qabda baş verən suyun alınması ilə baş verən reaksiyada tarazlıq anında qabda olan bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. Tarazlıq sabiti 1-ə bərabər olarsa, tarazlıq anında qabdakı maddələrin ümumi kütləsini bizdən soruşur. Biz əvvəlcə H2 ilə O2 arasında baş verən kimyəvi reaksiyanın tənliyini yazıb onun tarazlıqda olduğunu ifadə edirik. Və məsələnin şərtində bizə deyir ki, tarazlıq anında bütün maddələrin qatılığı bərabərdir. Və mən bunların hamısının qatılığını A ilə ifadə etmişəm. Və burada tarazlıq sabitinin, K-nın qiymətinin də bizə 1 verdiyi üçün tarazlıq sabitinin düsturunda 1 bərabərdir suyun kvadratı, yəni A-nın kvadratı bölünsün hidrogenin kvadratı vurulsun oksigenin qatılığı deyib, oradan A-nın 1 olduğunu tapırıq. Deməli, qabın da həcmini 1 litr veribdir. Biz bilirik ki, deməli, əgər qabın həcmi 1 litr olarsa, onda maddənin qatılığı onun mol sayına bərabər olur. Düstura əsasən, nü bərabərdir, S vurulsun V düsturuna əsasən. Və buradan biz tapırıq ki, tarazlıq anında hidrogen, oksigen və sudan hərəsindən 1 mol var. 1 mol hidrogenin kütləsinin 2 qram, 1 mol oksigenin kütləsinin 32 qram, 1 mol suyun kütləsində 18 qram olduğunu düşünsək, toplam qabda 52 qram maddə olmuş olacaq. Növbəti tapşırığımız yenə də kimyəvi reaksiyaların sürəti ilə bağlıdır. Deməli, bizə 2 reaksiya verilibdir. Təbii ki, bu məsələni biz Van Hoff düsturundan istifadə eləyərək, tənliyindən istifadə eləyərək tapa bilərik. Deməli, birinci reaksiya üçün və ikinci reaksiya üçün verilənləri vermişəm mən burada. Van Hoff düsturunu biz tətbiq eləməklə
məsələmizi həll edə bilərik. Əvvəlcə birinci reaksiya üçün B-ni tapırıq. B bərabərdir. A vurulsun 2 üstü 70 çıxılsın T1 bölünsün 10. İkinci reaksiya üçün B bərabərdir. 4A vurulsun 4 üstü 70 çıxılsın T1 bölünsün 10. Ondan sonra hər iki ifadəni biz bir-biri ilə birləşdirib, deməli, gördüyümüz belə bir tənliyi alırıq. Ondan sonra aldığımız tənliyi sadələşdiririk, A-ları ixtisar eləyirik və 4-ləri 2-nin kvadrat şəklində yazırıq. Ondan sonra da riyazi hesablamadır. Burada da deməli, əsaslar bərabərdirsə biz qüvvətləri bir-birinə bərabər eləyib, oradan T1-in 90 dərəcə olduğunu hesablaya bilərik. Növbəti tapşırığımız yenə də tarazlıq məsələsi ilə bağlıdır. Həcmi 1 litr olan qabda amonyakın alınması ilə baş verən reaksiya verilibdir. Və bu reaksiyada 2 mol azot, 2 mol hidrogen, 2 mol amonyak olub başlanğıc olaraq qarışdırılıbdır. Tarazlıq halında amonyakın 50% artırsa, reaksiyanın tarazlıq sabitini bizdən soruşur. Necə həll eləyərik biz bu məsələni? Deməli, əvvəlcə başlanğıcda amonyakın mol sayı 2-dir. 50% artıbsa 2-nin 50%-i 1 eləyər. Onda reaksiyadan sonra, yəni tarazlıq halında artıq amonyakın mol sayı buradan da gördüyümüz kimi 2 plus 1 olacaq tarazlıq halında. Deməli, amonyakın mol sayı 3 olacaq. Əgər amonyakdan 1 mol əmələ gəlirsə, əvvəlcə 2 var idi, 1 də sonradan əmələ gəldi. Amonyakdan 1 mol əmələ gəlirsə, onda reaksiya tənliyinə görə hidrogendən 1,5 mol, azotdan da 0,5 mol sərf olunar. Və biz gördüyümüz kimi cədvəldə sərf olunan molları da qoymuşuq yerinə. Ondan sonra biz azot və hidrogenin tarazlıq qatılıqlarını tapmışıq. Tarazlıq qatılığını da tapmaq üçün bildiyimiz kimi başlanğıc qatılıqdan biz sərf olunanı çıxırıq. Ondan sonra biz deməli verdiyimiz tapdığımız bu qiymətləri tarazlıq sabiti düsturunda yerinə qoyuruq. Amonyakın biz qatılığını 3 tapmışdıq. 3-ün kvadratı, çünki amonyakın əmsalı 2-dir. Hidrogenin biz tarazlıq qatılığını 0,5 tapmışıq. Hidrogen əmsalı 3 olduğuna görə onun kubu şəklində göstəririk. Azotun da tarazlıq qatılığını 1,5 tapmışıq və bunları bir-birinə böldükdə tarazlıq sabitinin qiymətinin 48 olduğunu müəyyən edirik. Növbəti tapşırığımız yenə də tarazlıqla bağlı, tarazlıq sabitinin tapılması ilə bağlı bir məsələdir. Yenə də həcmi 1 litr olan qapalı qabda 100 qram hidrogen floridin 40% parçalandıqda tarazlıq yaranır. Reaksiyanın tarazlıq sabitini hesablayın. Deməli, hidrogen floridin molyar kütləsi bizə 20 verilibdir. 100 qram hidrogen florid 5 mol eləyər. Və 5 mol hidrogen floridin 40%-i sərf olunur. 40%-i cədvəldə də vermişəm. 40%-i eləyir 2 mol. Deməli, 5 mol hidrogen floridin 2 molu sərf olunur, 3 molu qalır. O qalanı da biz deyirik tarazlıq qatılığı. Əgər hidrogen floriddən tənlik üzrə 2 mol sərf olunursa, onda biz tənlikdən də gördüyümüz kimi hidrogendən və flordan da 1 mol əmələ gəlir və biz əmələ gələn maddənin qatılığını da cədvəldə göstərmişik. Deməli, biz bilirik ki, əmələ gələn maddənin qatılığı elə onun tarazlıq qatılığı deməkdir. Ona görə də biz deməli tarazlıq anında tapdıq ki, H florun qatılığı 3, hidrogenin qatılığı 1, florun da qatılığı 1-dir. Ondan sonra yenə də tarazlıq sabitinin düsturunda K-nı hesablayırıq. Deməli, hidrogen və florun qatılığını bölürük H florun qatılığının kvadratına. Buradan da cavabın 9'da 1 olduğunu müəyyən edirik. Növbəti tapşırığımız yenə də reaksiyanın sürətinə görə olan bir tapşırıqdır. Kimyəvi reaksiyanın sürətinin tapılması bizdən tələb olunur. Demək, 2 litrlik qabda 1,5 mol azotla 3,6 mol hidrogen arasında reaksiya 60 saniyədə axıra qədər gedir. Reaksiyanın azota görə sürətini hesablayın.
Bu tipli məsələlərdə deməli reaksiya axıra qədər gedirsə, o deməkdir ki, bu maddələrdən biri tamamilə bitməlidir. 1,5 mol azotla 3,6 mol hidrogen arasında baş verən reaksiyada hidrogen tam bitəcək və azotdan artıq qalacaq. Ona görə də biz hesablamanı hidrogenə görə aparırıq. Deyirik ki, tənlik üzrə 3 mol hidrogenlə 1 mol azot reaksiyaya daxil olursa, bəs 3,6 mol hidrogenlə nə qədər azot reaksiyaya daxil olar? Biz oradan tapırıq ki, azotdan 1,2 mol reaksiyaya daxil olubdur. Bizdən reaksiyanın sürətini də azota görə soruşduğu üçün hesablamamızı azotun üzərindən eləyəcəyik və reaksiyanın sürətini tapmaq üçün belə bir düsturumuz var. V bərabərdir nü bölünsün, V vurulsun tau zaman. Və buradan da tapdığımızı düsturda yerinə qoyuruq. Azotun sərf olunan mol sayını 1,2 tapdıq. Reaksiya gedən qabın həcmini bizə 2 litr veribdir və zamanı da 60 saniyə veribdir. Və oradan da cavabın 0,1 mol bölünsün, litr vurulsun saniyə olduğunu hesablayırıq. Növbəti test tapşırığımız yenə də tarazlıqla bağlıdır. Tarazlıq sabitinin hesablaması ilə bağlıdır. Deməli, bizə azot, hidrogen və amoniakın tarazlıq qatılıqları verilibdir. Cədvəldə də gördüyümüz kimi bunların tarazlıq qatılıqları azot və hidrogen ikisi də adı bir-birinə bərabərdir. Amoniakın amma tarazlıq qatılığı bizə verilibdir. Və bir də belə bir şərt var. Başlanğıc maddələrin ilkin qatılıqlarının cəmi 8 mol bölünsün litrə bərabər olarsa tarazlıq sabitini hesablayın. Biz bu məsələdə əvvəlcə azotun tarazlıq qatılığına görə azot və hidrogenin biz sərf olunan miqdarını, sərf olunan qatılığını hesablayacağıq. Və tənlik üzrə gördüyümüz kimi amoniakdan 2 mol əmələ gələndə azotdan 1, hidrogenden də 3 mol sərf olunur. Elə tarazlıq anında da azotun qatılığı 2 verildiyi üçün deməli hidrogenden biz tapırıq ki 3 mol, azotdan da 1 mol sərf olunur və bunu biz qatılıq kimi də ifadə edə bilərik. Və buradan da biz başlanğıc maddənin qatılığını hesablayırıq. Bildiyimiz kimi başlanğıc maddənin qatılığını tapmaq üçün sərf olunan qatılıqla tarazlıq qatılığı cəmlənir. Onda azotun başlanğıc qatılığı A plus 1, hidrogenin də başlanğıc qatılığı A plus 3 olacaq. Və məsələnin şərtində də bizə demişdi ki, başlanğıc maddələrin başlanğıc qatılıqları cəmi 8-ə bərabərdir. Və buradan da A plus 1, A plus 3 bərabərdir 8. Oradan A-nın qiymətini 2 tapırıq. Deməli, onda belə çıxır ki, tarazlıq halında bütün maddələrin qatılığı 2-dir. Və yenə də gətirib tarazlıq amoniakın əmələ gəlmə reaksiyasının tarazlıq sabiti düsturunda verilənləri yerinə qoyub hesablama aparırıq. 2-nin kvadratı bölünsün, 2-nin kubu vurulsun 2. Bu da eləyəcək 0,25 eləmiş olacaq. Növbəti tapşırığımız yenə də kimyəvi reaksiyanın sürəti ilə bağlıdır. Deməli, 4 litrlik qapalı qabda hidrogen və oksigen arasında baş verən reaksiya zamanı 30 saniyə müddətində sərf olunan oksigenin kütləsi sərf olunan hidrogenin kütləsindən 56 qram çox olur. Bu müddətdə reaksiyanın oksigenə görə sürətini hesablayın. Deməli, biz əvvəlcə hidrogen və oksigen arasında baş verən reaksiya tənliyini yazırıq. Və tənlik üzrə gördüyümüz kimi 4 qram hidrogenlə 32 qram oksigen reaksiyaya daxil olur. Və tənlik üzrə oksigen və hidrogenin kütlə fərqinin də 32 çıxılsın 4, 28 olduğunu buradan müəyyən edirik. Bundan sonra belə bir tənasüb qura bilərik ki, əgər oksigen və hidrogenin kütlələri arasındakı fərq 28 qram olarsa, oksigendən 1 mol reaksiyaya daxil olur. Amma məsələnin şərtində isə bizdən 56 qram çox olduğunu verib. Onda bəs 56 qram çox olduqda nə qədər oksigen sərf olunar? Buradan oksigenin sərf olunmasının 2 mol olduğunu müəyyən edirik. Deməli, bizə zamanı 30 saniyə verib, amma burada ölçü vahidini mol bölünsün, litr vurulsun dəqiqə ilə verdiyinə görə biz saniyəni dəqiqəyə çeviririk, eləyir 0,5 dəqiqə müddəti və reaksiya gedən qabın həcminin də 4 litr olduğunu
verdiyi üçün yenə də V bərabərdir nü bölünsün, həcm vurulsun zaman düsturuna əsasən. Oradan reaksiyanın sürətini hesablaya bilərik. 2 bölünsün, 4 vurulsun, 0.5. Bu da 1 eləyəcək. Və növbəti tapşırığımız tarazlıq qatılığı ilə bağlıdır. Yəni, düşünürəm ki, çətin sual deyil. H2 və xlor 2 arasında baş verən reaksiyadan H-xlor əmələ gəlir. H2-nin başlanğıc qatılığını bizə A veribdir, xlor 2-nin də başlanğıc qatılığını B veribdir. Tarazlıq halında başlanğıc maddələrin tarazlıq qatılıqları bərabər olarsa, A bölünsün B nisbətini bizdən soruşur. Deməli, reaksiya üzrə X mol, oradan da görürük biz. Yəni 1 mol hidrogen reaksiya daxil olanda 1 mol xlor reaksiya daxil olur. Onda biz bunu məhsulla ifadə eləsək, X mol hidrogen reaksiya daxil olanda X molda xlor reaksiya daxil olur kimi ifadə eləyə bilərik. Başlanğıc maddələrin qatılığını da A və B verib, biz oradan tarazlıq qatılığını hesablaya bilərik cədvələ əsasən. Tarazlıq qatılığı başlanğıcdan sərf olunanı çıxmaqla tapılır. Onda hidrogenin tarazlıq qatılığı A çıx X, xlorun da tarazlıq qatılığı B çıxılsın X olacaq. Və biz burada məsələnin şərtində də bizə deyilir ki, bunlar bir-birinin tarazlıq halında H2 və xlor 2-nin qatılıqları bir-birinə bərabərdir. Və biz oradan da A çıx X-i B çıx X-ə bərabər eləyirik. Oradan X-i digər tərəfə keçirəndə X-lər ixtisar olur və A bərabərdir B qalır. A ilə B bir-birinə bərabərsə, deməli bunlar birin birə nisbətində olmuş olacaq. Sizə təqdim elədiyimiz test nümunələri bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olacaqdır. Elmar müəllim, təşəkkür edirik ətraflı izahınız üçün. Biz də ümid edirik ki, müəllimlər bu tip tapşırıqları izləməklə, eyni zamanda onların izahına baxmaqla özləri üçün qeydlər aparıb sertifikasiya imtahanında daha yaxşı nəticələr göstərə biləcəklər. Mən də ümid edirəm. Bütün müəllimlərə uğurlar arzulayıram. Təşəkkür edirik. Təşəkkür edirəm. Əziz müəllimlər, bizim bugünkü buraxılışımız bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.